Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətində Azərbaycan Milli Elmlər Akademiyası ilə Albaniya Elmlər Akademiyası arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan akademik İsa Həbibbəy qeyd edib ki, son illərdə Azərbaycan Milli Elmlər Akademiyası ilə dünyanın aparıcı elmlər akademiyaları, elm mərkəzləri və ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb və beynəlxalq elmi təcrübə və yeniliklərin öyrənilməsi daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirləri barədə qonaqlara məlumat verən akademik İsa Həbibbəy də diqqətə çatdırıb ki, dövlət başçısının iştirakı ilə keçirilən tədbirdə dünyanın bir çox ölkələrindən nüfuzlu alimlər iştirak ediblər. Vurğulayıb ki, bugün AMİyə qardaş Türkiyə, Çin, Orta Asiya ölkələri, Avropadan İtaliya, Bolqarıstan, Yunanistan, Polşa, Çexiya, Afrikadan Misir, Tunis və digər ölkələrin akademik qurumları ilə sıx əməkdaşlıq edir. Bundan əlavə son illərdə akademiyanın Beynəlxalq Elmi Şuraya, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətlər Assosiasiyasına, Akademiyalar arası tərəfdaşlıq assosiasiyasına üzv qəbul edildiyini bildirib. Sonra çıxış edən Albaniya Elmlər Akademiyasının prezidenti akademik Skender Gjunishi dəvətə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. Ölkələrimiz arasında əlaqələrin müsbət dinamikada davam etdiyini diqqətə çatdıran qonaq səfərlərinin məqsədinin elmi istiqamətli əlaqələrin inkişaf etdirilməsi olduğunu deyib. Albaniya Elmlər Akademiyası barədə məlumat verən Skender Gjunishi qeyd edib ki, hazırda quruculuq prosesi həyata keçirilir, struktur islahatları aparılır. Diqqətə çatdırıb ki, hazırda Albaniya Elmlər Akademiyasında Arxeoloji İnstitutu, Tarix İnstitutu, Diklik və Ədəbiyyat İnstitutu, Antropologiya İnstitutu, Ensiklopedik və Albaniyada Nəşrlər Mərkəzi, Biotexnologiya və Genetika Elmi Tədqiqat Mərkəzi və İncəsənət Araşdırmalarının mərkəzi fəaliyyət göstərir. Nanotexnologiya, geologiya, süni intellekt, ətraf mühit və su ehtiyatları istiqamətində tədqiqatlar aparılır. Hazırda 37-yə yaxın elmin bütün sahələrini əhatə edən layihənin maliyyələşdirildiyini qeyd edib. Mərasimdə çıxış edən Albaniyanın Azərbaycandakı səfiri Besat Kadiya yenidən AMİyə-də olmaqdan məmnunluğunu dilə gətirib. Qeyd edib ki, bugün tədbirdə vurğulandığı kimi ölkələrimiz arasında sıx əlaqələr mövcuddur və bu elmi müstəvidə də əməkdaşlığımızın genişlənməsinə imkan verir. Tədbirdə çıxış edən AMİyə-nin vitse-prezidenti akademik İradə Hüseynova qonaqları salamlayıb, rəhbərlik etdiyi biologiya və tibb elmləri bölməsinin, həmçinin Elm Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun Albaniya Elmlər Akademiyası ilə birgə ətraf mühitin öyrənilməsi, ərzaq təhlükəsizliyi nadir və nəsli kəsilməkdə olan bitki növlərinin tədqiqi istiqamətində geniş imkanlara malik olduğunu deyib. Çıxışlardan sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Albaniya Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və akademik Skender Gjunishi imzalayıb. Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Qonaqlar həmçinin AMİyə-nin rəyasət heyətinin binası ilə tanış olub. Leyli Namiq qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.